bu cür işi necə bəyənməmək olar axı? Mənə izah edin görüm. Muncuq kimi iş görmüşük. Maşallah. Bərdədəyik. Söz verdiyimiz kimi Azərbaycandan avisiz məhlə qoymayacağım. Buradan sonra Yevlaxı, Allahın salamatlığı olsun inşallah. Ondan sonra Qəbələdəyik. Daha sonra ardarda olan işlər. Fikirlərinizi yorumlarda yazın. Sizdə necə alınıb, necə görsənir? Hələ tamamlansın. İnşallah. Onda lap gözəl görsənəcək. Sabah yox, ayın 16-sı, 17-si deməli olacam Qazaxda, Tərtərdə ölçüləri götürməyə gələcəm, naveslər var. Daha sonra Göyçayda, Qəbələdə ölçülər müştərilərlə danışılıb. Bizi gözləyirlər, gəlib tam təhvil veriləcək işlərimizin ölçülərini götürəcəm. Allahın izniyle.